Deməli, bugün mövzumuz sözün başlanğıc forması, bugün izah edəcəyimiz mövzular. Sözün başlanğıc forması, bitişdirici samitlər, söz yaradıcılığı, eniköklü sözlər, sadə düzəltmə mürəkkəb sözlərin yaranma yollarını, bu mövzuların izahını verəcəm. İlk olaraq sözün başlanğıc formasına baxaq. Deməli, sözlər bilirik ki, belə deyək də, hər bir sözün leksik mənası, əsas hissələrinin leksik mənaları var. Leksik mənaları onların başlanğıc formasına əsasında verilir. Yəni, onun hansı mənaya malik olduğunu başlanğıc formaya görə verilir. İndi başlanğıc formada bəs nədir? Başlanğıc forma, müəllimlər, leksik şəkilçilər, sözün kökü və leksik şəkilçilər olan hissə başlanğıc formaya daxildir. Yəni, burada sözün belə deyək, qrammatik şəkilçiyə qədər olan hissəsi. Qrammatik şəkilçi sözün başlanğıc formasına daxil olmur. Deməli, başlanğıc forma haraya qədər olan hissədir? Qrammatik şəkilçiyə qədər olan hissə başlanğıc formadır. Məsəl üçün, biz yazsaq bir dənə söz, bəzən də məsəl üçün qrammatik kök və qrammatik şəkilçi də ola bilər və yaxud da kök və leksik şəkilçilər də ola bilər. Amma bundan asılı olmayaraq biz o yalnız qrammatik şəkilçiyə qədər olan hissəni götürəcəyik. Leksik şəkilçiyə, qrammatik qədər olan hissə. Məsəl üçün, mən yazıram güldanlar. Belə bir söz yazmışam, güldanlar. Güldanlar sözünün başlanğıc formasını müəyyənləşdirmək üçün nəyə baxacağıq? Qrammatik şəkilçiyə qədər olan hissəyə. Baxın. Qrammatik şəkilçi sözün başlanğıc formasına daxil olmur. Amma bizdə istisnalar da var. Deməli, sözün başlanğıc forması nə oldu? Qrammatik şəkilçiyə qədər olan hissə olur. Yəni, kök və leksik şəkilçilər sözün başlanğıc formasına daxil olur. Bəzən sözün başlanğıc forması, məsəl üçün, sadə sözlərdə sözün başlanğıc forma ilə kök üst-üstə düşür. Sadə sözlərdə. Məsəl üçün, mən bura kitablar sözünü yazdım. İndi qrammatik şəkilçi var. Bu sadə sözdür. Bunun başlanğıc forma kitab sözüdür. Lar qrammatik şəkilçi olduğuna görə. Kökü də elə kitab sözüdür. Görürsünüz, sadə sözlərdə köklə başlanğıc forma nə olur? Üst-üstə düşür. İndi biz bayaq belə bir ifadə işlətdik ki, sözün başlanğıc formasını dedik ki, yalnız leksik şəkilçilər daxil olur, qrammatik şəkilçi daxil olmur. Amma bizi belə deyək də, leksik şəkilçilərimiz var ki, qrammatik şəkilçidən sonra gəlir. Hansı leksik şəkilçilərdir? Gildir, dakıdır, sızdır. Bunlar istisnalıq təşkil edən şəkilçilərdir ki, bunlar neyir? Deməli, leksik şəkilçidən, belə deyim, qrammatik şəkilçidən sonra işlənir həmin şəkilçilər. Hansı şəkilçilərdir? K-dır. K, 4 cür yazılan K şəkilçisidir. Sonra sız, 4 cür yazılan sız şəkilçisidir. Sonra gil şəkilçisidir. Gil bir cür yazılan şəkilçidir. Və dakı şəkilçisidir. Dakı şəkilçisi 2 cür yazılan şəkilçidir. Yəni, bu şəkilçilər istisnalıq təşkil edir. Bunlar leksik şəkilçilərdir. Amma qrammatik şəkilçilərdən sonra gəlir, sözə sonra qoşulur bu şəkilçilər. Məsəl üçün, mən yazsam evimizdəki. Bu mövzunu keçməmişdik, müəllimə. Xeyr, keçməmişik. Siz qulaq asın, səsiniz düşəcək. Deməli, evimizdəki sözünün deməli, başlanğıc formasını müəyyənləşdirən zaman, baxın, burada imiz qrammatik şəkilçidir. Qrammatik şəkilçi olduğuna görə, amma ondan sonra gəlir leksik şəkilçidəki. İndi biz başlanğıc formanı seçiriksə, biz necə deyirik? Başlanğıc forma deyirik ki, qrammatik şəkilçiyə qədər olan hissə kök və leksik şəkilçilərdən ibarət olur. Amma bu şəkilçilər istisnadır ki, istisnalıq təşkil edir ki, bunlar qrammatik şəkilçilərdən sonra gəldiyinə görə biz bunun başlanğıc formasını seçən zaman elə
başlanğıc formada qrammatik şəkilçi də iştirak edəcək. Görürsünüz, bu imiz burada qrammatik şəkilçidir. O da başlanğıc formanın tərkibində iştirak edəcək. Çünki ondan sonra gələn şəkilçi leksik şəkilçidir. Leksik şəkilçidir. Ona görə bu şəkilçilər istisnalıq təşkil edir. Bunu yadınızdan çıxartmayın. Bunlardan başlanğıc forma seçən zaman siz orada bax, bura kimi başlanğıc forma seçmirsiniz. Ev sözünün bu hissəsinə ki, çünki bu tərəfdə qrammatik şəkilçidir. Amma bu şəkilçilər, qrammatik şəkilçilərdən sonra gəldiyinə görə başlanğıc forma ilə özlərinin hamısını bir yerdə götürürük. Bax, bu sözlərdə yadınızda saxlayırsınız. Məsəl üçün, xalamgil. Baxın, xalamgil. Burada qrammatik şəkilçidir. Amma biz götürən zaman nətər götürəcəyik? Hamısını bir yerdə götürəcəyik. Başlanğıc forma, bax, bunlar da istisnalıq təşkil edir. Biz bayaqlarında dedik, başlanğıc forma, deməli, sadə sözlərdə isə başlanğıc forma ilə kök üst-üstə düşür. Bu sözün başlanğıc forması idi. Sözün başlanğıc formasında, belə deyim, yalnız biz nəyə baxacağıq? Leksik şəkilçi, qrammatik şəkilçiyə qədər olan hissəyə. Bir bayaqki sadaladığımız şəkilçilər istisnalıq təşkil edir. Bayaq sadaladığımız şəkilçilər istisnalıq təşkil edir ki, onların hesabına başlanğıc formanın tərkibində qrammatik şəkilçi də iştirak etmiş olur. Bu belə. İndi keçək bitişdirici samitlərə. Bitişdirici samitlər hansılardır? Bitişdirici samitlər Y, N, S. Bitişdirici samitlər bunlardır. Bitişdirici samitlər. Deməli, Y, N, S samitləri bitişdirici samitlərdir. Bitişdirici samitlər deməli 2 sait arasında işlənilir. 2 sait arasında, yəni belə deyək, həm sözün kökü saitlə qutarır, həm də ona qoşulan şəkilçi də saitlə başlanırsa, bu zaman həmin 2 sait arasında bitişdirici samit iştirak edir. Amma bundan başqa bitişdirici samitlər hətta saitlə samit arasında da işlənir. İndi gəlin hər iki hala nümunə göstərək. Tutalım ki, ana sözünü yazıram. Baxın, ana sözün sonu saitlə qutarır. Anaya A şəkilçisini əlavə etsəm, bura hökmən nə əlavə olunacaq? Y bitişdirici samit əlavə olunacaq. Anaya. Görürsünüz, bu son saitlə sonraki sait, şəkilçi saitin arasına Y bitişdirici samit nə olur? Əlavə olunur. Bundan başqa Y, N, S, üçü də bitişdirici samitlərdir. İşlənmə yerinə görə üçü də deməli sözlərin şəkilçilər arasında və yaxud saitlər arasında işlənir. Amma belə deyək, bir dənə 2 sait arasında yox, hətta sait və samit arasında da bitişdirici samitlərdən istifadə edilir. Məsəl üçün, mən bura bu əvəzliyini yazsam, bunlar əvəzliyini yazmaq istəyirəm. Tutalım ki, buna lar şəkilçisini əlavə etmək istəyirəm. Lar şəkilçisini əlavə edən zaman olacaq bunlar yox, bunlar. Və yaxud da buya dan şəkilçisini əlavə edirəm. Bundan. Görürsünüz, samitlə sait arasındadır. Bitişdirici samit nə olur? İştirak edir. Bitişdirici samitlər deməli həm 2 sait arasında, həm də deməli belə deyək, sait və samit arasında da işlənə bilər. Amma bəzən sözlərin kökündə elə sözlər olur ki, onların kökündə saitlə başlanan şəkilçi əlavə etdikdə K-yə əvəzlənməsi olan deməli sözlər var. Biz bunu fonetikada da keçmişik, yadınızdadırsa. Məsəl üçün, mən yazıram çörək sözü. Çörək sözünün sonu K ilə bitir. Amma mən indi ona şəkilçi əlavə etsəm, məsəl üçün in şəkilçisini əlavə edək. Onda sözümüz belə olacaq.
Çörəyin. Görürsünüz kö nəyə keçir? Y-yə. Amma indi burada bax 2 saat arasında işlənir bunlar da. Görürsünüz? Burada elə fikirləşməyin ki, buradakı y deməli bitişdirici samitdir. Buradakı y bitişdirici samit deyil. Buradakı y sadəcə çörək sözünün kökün, bax kökdür da, çörək özü kök sözün köküdür. Kökdəki samitin sait əlavə etdiyinə görə y əvəzlənməsi baş verməsidir. Yəni buradakı y bitişdirici samit hesab olunmur. Bəzən də bu şəkilçilərin tərkibində də ola bilir. Yəni bu zaman siz orada bitişdirici samit var deyən ifadəsini işlətmirsiniz. O bitişdirici yox, sadəcə y əvəzlənməsi orada baş veribdir. Sonra k ilə bitən sözlərdə bu çox vaxt belə olur. Məsəl üçün yazıram külək. Külək sözünə i-ni əlavə etsək olacaq küləyi. Görürsünüz, k y-yə keçdi. Elə bilməyin ki, buradakı y bitişdiricidir. O bitişdirici deyil. Sadəcə qaydaya uyğun olaraq k samiti sait şəkilsi əlavə etdiyinə görə k y əvəzlənməsi burada baş veribdir. Bu oldu bitişdirici samitlər. İndi sözlərin yaranmasına baxaq. Deməli, sözlər iki qayda ilə yarana bilər. Sözlər deməli söz yaradıcılığında gəlin ona baxaq. Sözlərin yaranması morfoloji üsulu ola bilər. Birinci morfoloji, iki qayda ilə yox, üç qayda ilə yarana bilər. Morfoloji. İkinci deməli sintaktik yolla yarana bilər. Sintaktik yolla yarana bilər, yolla. Deməli, morfoloji yolla yarana bilər, yolla. Morfoloji yolla yarana bilər, sintaktik yolla yarana bilər. Bir də üçüncü yol olaraq da bundan əlavə leksik yolla da yarana bilər. Leksik yolla da yarana bilər. İndi gəlin baxaq biz bunların yaranma forması. Morfoloji yol necədir? Sintaktik yol necədir? Leksik yol necədir? Gəlin bunlara baxaq. Morfoloji yolla baxaq. Morfoloji yolla yaranma deməli sözü yaratmaq üçün, bu yolla yaratmaq üçün, morfoloji yolla yaratmaq üçün sözün kökünə və ya başlanğıc formasına leksik şəkilçilər əlavə olunur. Bax, buna leksik şəkilçilər əlavə etməklə yaradılır yeni sözlər. Leksik şəkilçilər əlavə etməklə. Məsəl üçün, gəlin bir neçə sözü tutarım ki, duz sözüdür. Duz sözünün morfoloji yolla yaranması zamanı duz sözün köküdür. Lu şəkilçisini əlavə edək. Lu şəkilçisini əlavə etdikdə olur duzlu. Duzlu. Yeni mənalı söz yarandı, düzəltmə söz yarandı. Görürsünüz, deməli lu şəkilçisi özü leksik şəkilçidir. Bunun hesabına nə oldu? Duzlu. Yəni duzlu olur nə? Morfoloji yolla yaranan söz olur. Yəni morfoloji yol deyəndə yadınızda saxlayın ki, sözün kökünə və ya başlanğıc formasına, məsəl üçün əkin sözü ək sözün köküdür, ində şəkilçidir, özü düzəltmə sözdür. Bir leksik şəkilçi burada var. Əkin sözünə bir çi şəkilçisini də əlavə edirik. Başlanğıc formasında. Burada artıq kök deyil. Əkin sözün kökü deyil. Burada ək sözün köküdür. İndi əkin sözün başlanğıc formasındadır. Ona çi şəkilçisini də əlavə etsək olacaq əkinçi. Əkinçi. Bu hansı yolla oldu? Yenə də morfoloji yolla. Yəni morfoloji yol deyəndə yadınızdan saxlayın ki, bu yəni sözün başlanğıc formasına və yaxud da kökünə leksik şəkilçilər əlavə etməklə yeni mənalı sözlərin yaranmasıdır. Bu belə. Bu oldu morfoloji yolla yaranma yolu, sözlərin yaranması yollarından danışırıq. İkinci, buraya yazmışıq sintaktik.
Baxın, sintaktik yolla sözlər necə yaranır? Sintaktik yolla yaratmaq zamanı iki və daha artıq sözü birləşdirərək bir mənalı sözün əmələ gəlməsidir. Yəni, bu hansı sözlərdir? Əlbəttə ki, mürəkkəb sözlərdir. Sintaktik yolla yaranma mürəkkəb sözləri biz misal göstərə bilərik. İki və daha artıq sözün birləşməsi ilə. Məsəl üçün, ağac sözü, ağac, bir də dələn sözü. İkisini birləşdirib nə yaradırıq? Ağac, ağac, dələn. Bu sintaktik yolla yaranma formasıdır sözün. Sintaktik yolla yaranma budur. Yəni, mürəkkəb sözlərin əmələ gəlməsini bunu yenə deyirəm, misal göstərə bilərik. Məsəl üçün, sarı sözünü, sarı, bir də köynək sözü, sarı köynək. Əlavə etsək, sarı köynək, sonra soy sözünü köknə, soy kök, sonra əl sözünü üz, əl üz, yuyan sözlərini birləşdirsək, əl üz yuyan, sonra toz sözü ilə soran sözünü birləşdirsək, toz soran, toz sözü ilə soran, toz soran, sonra üç sözü ilə bucaq sözünü, üç, bir də bucaq sözü. İkisini birləşdirsək, olacaq üç bucaq. Üç bucaq deməli, bu hansı yola misal olur? Sintaktik yolla sözün yaranma yollarına misal olur. Sintaktik yol deyən kimi mürəkkəb sözləri yadınızda saxlayın. Bu olacaq. Morfoloji yol deyəndə leksik şəkilçilərlə sözün yaranmasıdır. Sözün kökünə və leksik başlanğıc formasına əlavə olunur. Sintaktik yolla deyən kimi bu mürəkkəb sözləri yadınızda saxlayın. İki və daha artıq sözün birləşməsi ilə yaranan sözlərdir. İndi gəlin leksik yolla sözlərin yaranması. Leksik yolla sözlərin yaranması bu zaman müəllimlər, burada nədir? Söz deməli, məsəl üçün bir söz verilir, həmin sözün öz mənanı ifadə etməsi ilə yanaşı digər əlavə, yəni başqa bir yeni bir mənada da işlədə bilməsi. Bu leksik yolla yaranmaya aid olur. Məsəl üçün mən bura ay sözünü yazıram, ay. Ay sözünü yazıram. Ay sözü, məsəl üçün, leksik yolla yaranmaya misal göstərsə, iki fərqli mənada işlətməsi ilə göstərə bilərik. Məsəl üçün, ay sözü bir var planet mənasında, bir də var ki, təqvim mənasında. Ay sözü. Sonra, digər, məsəl üçün, buna əqrəb sözünü, şam sözünü bu şəkildə göstərə bilərik. Yəni, mənaları, leksik mənalarına görə fərqli olmaqla nə edə bilərik? Göstərmək olar. Məsəl üçün, burada planet, bir də var ay, 30-31 gündən ibarət olan ay, təqvim mənasında. Bax, bu da leksik yolla yaranmaya aid nümunədir. Deməli, söz yaradıcılığı, sözün yaranma yolları 3 yol oldu. Morfoloji yol, sintaktik yol, bir də leksik yol. Morfolojini də dedik. Kökə və başlanğıc formaya leksik şəkilçilər əlavə etməklə, sintaktik yol o saat mürəkkəb sözləri yadınızda saxlayın. Buna misaldır. Leksik yolla isə fərqli mənalarda sözü işlətməklə, fərqli olan yeni mənanı kəsb etməklə bir sözün yolla yaranmasıdır. İndi keçək müəllimlər. Deməli, indi biz izaha keçək eyni köklü sözləri. Deməli, əsas mövzulardan biri eyni köklü sözlərin tapılmasıdır. Eyni köklü sözlər. Eyni köklü sözlər nədir? Eyni bir kökdən əmələ gələn düzəltmə sözlərdir. Deməli, eyni köklü sözlər nədir? Eyni kökdən əmələ gələn düzəltmə sözlər eyni köklü sözlər adlanır. Eyni kökdən əmələ gələn, yəni kökləri eyni olmalıdır. Və kökləri eyni olmaqla yanaşı, kökləri eyni nitqsəyə də aid olmalıdır. Siz eyni köklü sözləri fərqli nitqsələrə aid köklərlə ifadə olunmuş cərgəni eyni köklü söz kimi götürə bilməzsiniz.
Yaranmış yeni sözlər fərqli hissələrdə ola bilər. Amma kök hökmən eyni olmalıdır və kök hökmən eyni hissə olmalıdır. Eyni köklü sözlər hamısı düzəltmə sözlərdir. Birinci, yalnız düzəltmə sözləri olur. İkinci, kökləri eyni olur. Üçüncü, kökləri eyni hissə olur. Deməli, yalnız düzəltmə sözləri olur, kökləri eyni olur, kökləri eyni hissə olur, sonra leksik şəkilçilər vasitəsilə yaranır. Amma belə yadınızda saxlayın ki, yəni eyni köklü sözlərin tərkibində qrammatik şəkilçi ola bilməz anlayışı doğru deyil, anlayışı düz deyil. Eyni köklü sözün tərkibində də qrammatik şəkilçi ola bilər. Necə? Əvvəl leksik şəkilçi işlənib, sonra qrammatik şəkilçi kimi də verilə bilər. Məsəl üçün, mən baxın, tutalım ki, buraya yazıram. Güldanlar. Güldanlar. Gülçüdən. Güllükdən. İndi baxın, burada bunlar eyni köklü sözlərdir. Bax, bunların hamısının kökü güldür. Hamısının kökü güldür. Və bir də o eyni köklü sözü axtaran zaman yadınızda saxlayın ki, məna eyni olmalıdır. Hamısının mənasında güldən söhbət gedir. İndi çiçək gülündən söhbət gedir, belə deyək. İndi baxın, bunlar eyni köklü sözlərdir. Amma biz deyə bilmərik ki, bunların tərkibində qrammatik şəkilçi ola bilməz. Ola bilər, nə zaman? Leksik şəkilçidən sonra, baxın, lar qrammatik, dən qrammatik, dən qrammatikdir. Amma burada görürsünüz, birinci leksik şəkilçi gəlib. Bu özü düzəltmə sözdür. Amma ona bir dənə qrammatik şəkilçi də sonda qoşula bilər. Yəni, tamamilə biz deyə bilmərik ki, eyni köklü sözdə yox, yalnız leksik şəkilçidən ibarət olar. Olur, leksik şəkilçidən ibarət olur. Amma leksik şəkilçidən sonra ona qrammatik şəkilçi də qoşula bilər. Formasını dəyişmək məqsədi ilə bu şəkildə qoşula bilər. Yəni. Amma belə deyək, eyni köklü sözün kökdən sonra birbaşa qrammatik şəkilçinin gəlməsi doğru deyil. Kökdən sonra qrammatik işlənə bilməz. Məsəl üçün, mən burada, bax, kökdən sonra qrammatik işlənməsinə bir dənə nümunə deyim. Məsəl üçün, mən burada evli, bir dənə evli sözünü yazıram. Bir evdar yazıram. Evdar sözünü yazıram. Bir də evdən sözünü yazıram. Evdən. Bunlar eyni köklü deyil. Niyə deyil? Çünki bu cərgədə, bax, bu söz var, bu söz. Ev sözün köküdür, dən qrammatik şəkilçidir. Görürsünüz, birbaşa kökə qrammatik şəkilçi qoşulubdur. Onda bu cərgənliyini pozur bu. Bu söz bu cərgəni pozur. Ona görə, müəllimlər, yadınızda saxlayın. Kökə birbaşa qrammatik şəkilçi qoşulmuş cərgəni heç vaxt eyni köklü söz kimi, sözlər cərgəsi kimi götürə bilməzsiniz. Çünki kökə birbaşa qrammatik şəkilçi qoşulanda o artıq düzəltmə sözü olmayacaq. O artıq sadə söz hesab olunacaq. Axı biz deyirik eyni köklü sözlər düzəltmə sözlərdən. Köklü leksik şəkilçilər olmalı. Sonra yenə sözə qoşula bilər. Leksik şəkilçidən sonra gələ bilər onda qrammatik şəkilçi. Amma bir şeydə şərt də var. Eyni köklü sözlərdə bir də onu yadınızda saxlayın ki, eyni kökləri bir-birinə amonim söz olan sözlərdə eyni köklü sözlər sayılmır. Kökləri amonim olanlara. Kökləri bir-biri ilə amonim olan sözlərdə eyni köklü sözlər olmur. Bir də eyni köklü sözlərin ən yaxşı tapma qaydalardan biri mənalarına baxırsınız. Burada mən cərgə ilə yazsam, biz oradan eyni köklü olmayan sözü oradan tapa bilərik. Niyə? Çünki o ona aid deyil. Bax, mən indi yazıram, bax, bir dənə söz yazıram. Gülçü.
güllük. Gülçü, güllük, güllük, güldan. Bax, belə bir cərgə yazdım. Gülçü, güllük, gülüş, güldan. Belə cərgə yazdıqda bunların içində biri bunlarla eyni mənanı vermir mənə. Mən oxuyan kimi bilirəm, bax, gülçü, güllə məşğul olan gülçü. Burada gül. Yəni nə gül? Çiçək mənasındakı gül, kökün mənasında. Siz onlara baxırsınız, hansındasa məna yaxınlığı yoxdur. Başqa bir məna verir. Deməli o cərgəni pozur. Burada güldən söhbət gedir. Burada yəni çiçək gülündən belə deyək. Güllük. Burada da çiçək güllərindən söhbət gedir də gül. Burada da gülün sözün kökü güldür. Burada da sözün kökü gül, çiçək mənasında verir. Güldan. Burada da güldanın içində qoyulan güllər, gül mənası, çiçək mənasında verir. Amma indi bura baxın, gülüş. Bunun da kökü güldür. Amma bu gül bu güllə eyni deyil. Çünki bu gül bu güllə eyni mənanı vermir. Gülüş, gülmək mənasında, gülmək, gülümsəmək mənasında, gülmək, gülümsəmək mənasındadır. Deməli, bu cərgəni pozan söz budur. Gülüş sözüdür. Gülüş sözü cərgəni pozur. Çünki gülüş sözü ilə buradakı güllər, çiçəklər mənasını verən güllər sözünün heç bir əlaqəsi yoxdur. Eyni köklü sözlər cərgəsinin ən sadə, ən yaxşı tapma qaydası baxırsınız cərgədə. Hamısı eyni mənanı verirsə, deməli bu cərgə eyni köklü kimi götürə bilərsiniz. Özdə yenə bu qaydalar da öz yerində qalır. Hamısının deməli leksiv şəkildə işlənməlidir birinci. Kökləri eyni olmalıdır. Kökləri hətta eyni nitqsə olmalıdır. Bu qaydalar öz yerində. Ona da baxırsınız. Bir də baxırsınız ki, görüm orada hamısının mənası eyni məna verirmi? Məna yaxınlığı varmı orada? Mənə yaxınlığı yoxdursa, o sözlərdən, yəni o söz o cərgəni pozur, elə deyək. O söz o cərgəni pozur. Bax, biz bu şəkildə tapa bilərik. Bax, bir yazıram. Yazdım. Yağış. Bir yazıram, yağıntı. Bir de yazıram, ay Allah, sərfi səhv yazıram. Bir yazıram, yağış. Bir yazıram, yağıntı. Bir de yazıram, yağla. Bax, burada da cərgəni pozan söz var. Çünki məna yaxınlığı ikisi eyni mənanı verir. Biri başqa mənanı verir. Bax, yağış, göydən yağan yağış, yağış damcıları, belə deyək. Yağıntı yenə yağış mənasında verir, göydən yağan yağış damcılarını. Amma yağla, bu əriyən yağ, bax, yağ, nətər deyim sizə, yağla, nəyəsə yağla, məsəl üçün maşın yağı və yaxud da yemək yağı, belə deyim də, yeməklərə tökən yağ, bu mənanı verir, bax, bu yağla. Deməli, bu cərgəni pozan budur. Bunu burada yağmaq, burada da bax, yağmaq feildir. Burada da yağmaq feildir, burada yağ isimdir. Kök gördünüzmü? Fərqli nitqisi oldu. Bunlar feillər oldu, bu isim oldu. Deməli, bu nə edir? Qaydanı pozur, o eyni köklü olmayacaq. Eyni köklü olması üçün kökləri eyni nitqisi olsun və mənaları eyni. Kökdə ki, o məna eyni olmalıdır. Eyni ifadəni ifadə etməlidir. Fərqli məna verilsə, deməli, o cərgəni pozan odur, eyni köklü sözlərdə. Sonra nəyə qeyd edeyim? Bir də ən çox eyni köklü sözlərdə və tez-tez testə düşən feillə sifət, bir də feil. Bax, sifət və feil, kökləri bunlar çox oxşar olur. Eyni köklü sözlər kimi işlənilir və eyni ortaq sözləri var. Allah, bu niyə bu günlərim yıxılır? Deməli, müəllimlər, sifət və feil kimi eyni köklü sözlərdə nə fərqlər var? Gəlin, mən onları sizə izah edeyim. Sifət və feil kimi, məsəl üçün, mən elə sözlər götürəcəm ki, biz onun eyni köklü olub olmadığını müəyyənləşdirəcəyik. Eyni köklü olub. Bax, bunlar sıx sözüdür.
düz sözüdür. Çox qarışdırılır bu sözlər. Sıx sözü, düz sözü, sonra quru sözü. Gəlin sözü götürək, üstündə düzəldək daha görək hansı eyni ki. Bax yazıram bura. Düz sözü, düzül. Ül şəklisini əlavə etdim. Oldu düzül. Sonra düz sözü, düzgün. Düzgün. Sonra düzəl. Baxın, indi yadınızda saxlayın. Bax, bunu iki qayda ilə siz yadınızda saxlaya bilərsiniz ki, bunlar hansı ilə eyni köklüdür, hansı eyni köklü deyil. Bax, bir sadə qaydanı deyim ki, sifət kimi olduqda, kökü sifət kimi olduqda, o həmin sözlərdə əlavə olan şəkilçilər iki cür yazılan A-ə şəkilçiləri olur. A-ə. Məsəl üçün, bax, burada da, amma feil kimi olan, bax, bura iki cür yazılanı, iki cür. Şəkilçinin tərkibində iki cür yazılan şəkilçilər olur. İki cür yazılan şəkil. Burada isə 4 cür yazılır. Deməli, feil olduqda kökü, həmin ona qoşulmuş şəkilçi 4 cür yazılan şəkilçi olur. Baxın, onda düzün sözündə kökü, düzmək feildir, düzgündür, düzmək. İkisi də feildir. Bax, bu da feildir, bu da feildir. Çünki hər ikisinin tərkibində görürsünüz, 4 cür yazılan şəkilçi var. 4 cür yazılan şəkilçi varsa, o saat deyirsiniz ki, onun kökü feildir. Amma 2 cür yazılan şəkilçi varsa, o saat deyirsiniz, bu sifətdir. Bunda düz, necə? Düz. Sifət olur. Bir, bu qayda ilə tapa bilərsiniz. Amma bir dənə istisna var burada. Biz dedik ki, sifət kimi işləndiyəndə, kök sifət olanda ona qoşulan şəkilçi 2 cür yazılan şəkilçi olmalıdır. Kök feil olanda ona qoşulan şəkilçi, əgər orada 4 cür yazılan şəkilçi varsa, deməli kök feildir. Amma şəkilçilər arasında bir lık-lik-luk-lik şəkilçi var ki, bu istisnalıq təşkil edir. Bu sifətə aiddir. Lık-lik-luk-lik şəkilçi 4 cür yazılan şəkilçi sifətə aiddir. Çünki lık-lik-luk-lik şəkilçi feilə qoşulan belə bir şəkilçi yoxdur. O yalnız adlara qoşulur. Sifətə qoşulur. Sifət düzəldir, sim düzəldir. Yəni, bir dənə 4 cür yazılanı sifət ki tapırsınızsa, A-əyə baxırsınız. Bu öz qaydasında. Bir də buna baxırsınız. Əgər sözdə, məsəl üçün, mən bura düzlük sözündə yazsam, düzlük. Bax, bunun da kökü sifətdir. Çünki lük, bax, bunun tərkibindəki şəkilçidir. Lık-lik-luk-lükün tərkibindəki şəkilçidir. Başa düşdünüzmü? Onda biz gəlin ümləşdirək. Gəlin bir ümləşdirək. Buranı silim, yaxşı yer olsun burada. Gəlin ümləşdirək ki, deməli, sifət sözün son kökü sifət və ya feil olmasını tapmaq üçün biz onun ona qoşulmuş şəkilçiyə baxacağıq. Əgər ona qoşulmuş şəkilçi 2 cür yazılan şəkilçi, bir də istisnalıq təşkil edən lık şəkilçisi varsa, bu olacaq sifət, kök sifət olacaq. Yox, ona qoşulan şəkilçi 4 cür yazılırsa, bunda onda olacaq sözün kökü feil. Məsəl üçün, düzlük. Buna aiddir. Çünki lük şəkilçisi lık-lik-luk-lük şəklində yazılır. Lık-lik-luk-lük şəklində yazılır. Bir dənə istisnalıq təşkil edir o şəkilçi. Bir dəqiqə müəllimlər, qoşulanı götürdüm. Bir dənə deməli lık-lik-luk-lük şəkilçisi istisnalıq təşkil edir. Ona görən kimisi sifəti göstəricisi. Məsəl üçün, sıx sözünü götürək. Mən yazıram, sıxlıq. Sıxlıq yazıram, sonra sıxıcı. Sıxıcı yazıram. Sonra sıxlaş yazıram. Sonra sıxıntı yazıram. Baxın, indi baxın. Sıxlıq sözü ilə sıxıcı sözü eyni köklü olmayacaq. Çünki bunun kökü sifətdir. Çünki lık-lik hara aiddir? Sifətə aid istisnalıq təşkil edən şəkilçidir. Sıx sözündə görürsünüz 4 cür yazılan şəkilçi var. Bu da sıx feilidir.
Bu da feile aittir. Sıxlaş sözü ilə sıxıntı sözü eyni köklü olmayacaq. Laş dedik iki cür yazılan şəkilçilər olduqda bu sifət olur, kök. Bax, bunlar da sifətdir. S yazdım. Bunlar da feildir. 4 cür yazılan olduqda kök feil olur. Bunlar da feildir. İndi bəs bunlar hansı ilə eyni köklü olacaq? Bax, bunlar bir eyni köklü olacaq. Çünki hər ikisinin kökü sifət. Bunlar bir eyni köklü olacaq. Deməli, sıxıcı, sıxıntı sözü ilə eyni köklüdür. Sıxlıq, sıxlaş sözü ilə eyni köklü olacaq. Bax, feili bu cür. Və yaxud da bunun seçmə qaydası bir başqa yolda var. Ən rahatı budur, tez tapılır. 4 cür yazılanda deməli feildir kökü. 2 cür yazılanda deməli nədir? Sifət olur. İndi keçək onun digər tapmaq qaydası. Məsəl üçün, sıxlaş yazıram burada. İndi sıxlaş sözünün kökü sifət və ya feil olduğunu tapmaq üçün bax, bu şəkilçini götürürəm, laş şəkilçini. Baş həm feilə, həm də sifətə əlavə edirəm. Məsəl üçün, feilə əlavə edirəm, get feilini. Get feilinə laşı gətirək, olacaq get, ləş. İndi ahəng qanuna görə ləş gəldi də. Laş, ləş 2 cür yazılanır. Get, ləş sözü heç bir məna vermir. Deməli, feil kimi məna vermir bu şəkilçi. Deməli, feil olmayacaq. İndi bunu götürüb sifətə əlavə edək. Məsəl üçün, yaxın. Yaxın sifətdir. Yaxına əlavə edək laşı. Yaxın, laş. Yaxınlaşdan laş şəkilçisi nədir? Bizə məna verir. Deməli, yaxın da sifətdir, sıx da sifətdir. Gördünüz, bu cürdə tapa bilərsiniz. Əgər siz onda əlavə sözü də deməli bir feilə əlavə edə bilərsiniz həmin şəkilçini, bir sifətə. Harda sizə məna versə, bilin ki, onun kökü o nitq hissəsidir. Bax, bu cürdə eyni köklü sözlərdə bu sifət və ya kökün sifət və ya feil olmasını qarışdırmamaqdan ötürü bu da bir başqa məna yoldur. Amma ən asandır, bayaq dediyim yoldur ki, o daha asandır. 2 cür yazılan bir də lıq şəkilsi sifətə aiddir, 4 cür yazılanı isə feilə aiddir. Bu cürdə ayıra bilərsiniz. Bu sizə testlərdə də qabağınıza gələcək. Ona görə bundan istifadə edə bilərsiniz. Bax, bu cür eyni köklü sözlərin tapılmasında. İndi müəllimlər, eyni köklü sözlərdən də danışdıq. Bir hissəni mən sizə izah etmədim. Sözün kökü, sözün yarandığı nitq hissə. Deməli, sözün yarandığı nitq hissə, hansı nitq hissədən yarandığını tapmaq üçün biz nə edirik? Məsəl üçün, mən bura, baxın, əkinçi sözünü yazıram. Əkinçi. Bir əkinçi sözünü yazıram. Bir də yazaq başqa. Susuzluqdan sözünü yazıram. Bax, sözün kökü və yarandığı nitq hissənin tapılması. Bizdən bəzən suallarda, belə testlərdə düşür, deyir, yarandığı nitq hissə, hansı nitq hissədən yaranıbdır? Söz hansı nitq hissədən yaranıbdır? Bax, bunu tapmaq üçün nə edirik? Bunu tapmaq üçün bizdən kök soruşsa, o saat ək sözün köküdür, su sözün köküdür. Kök soruşsa budur. Amma bizdən sual olaraq yarandığı nitq hissə hansı nitq hissədən yaranıbdır? Söz hansı nitq hissədən yaranıbdır? Bu cür sualla qarşılaşsaq, hansı nitq hissədən yaranıb? Onda nə edirik? Son şəkilçini silirik. Leksik şəkilçi, bax, susuzluqda burada dan qrammatikdir. Bundan işimiz yoxdur. Bu qırağı. Son leksik şəkilçini silirik. Sonra baxırıq sözə. Əkin. Əkin sözü nədir? Əkin, tarla, əkin. Nə əkin? İsim. Əkinçi sözü isimdən yaranıb. Susuzluq sözündə. Luku sildik. Yəni, hansı deyir ki, susuzluq sözü, susuzluqdan sözü hansı nitq hissədən yaranıbdır? Bu cür sual verəndə son leksik şəkilçini silirik, qrammatiklə işimiz yoxdur. Sonra baxırıq, bax, bura kimi baxırıq. Bu su sözün köküdür, bundan da işimiz yoxdur. Baxırıq, bax, susuzaq kimi. Susuz, necə susuz? Sifətdən yaranıb. Bax, indi 3 cür
söz ola bilər burada. 3 forma. Bir, sizdən yarandığı nitq hissəsi soruşa bilərsiniz. Bir, sizdən sözün kökünü soruşa bilər. Bir də hansı nitq hissə əmələ gəlib, onu soruşa bilər. Məsəl üçün, bu isimdən yaranıb. Əkinçi sözü isimdən yaranıb. Və isimdən yaranıb, isim də olaraq qalıb. Əkinçi. Kökdə əkin, ək feil, əkmək feilidir, ək. Susuzluqdan sözü yarandığı nitq isə susuzluq. Susuzluq isimdir, susuzluq. Necə susuzluq? Susuz qarışdırdım. Sifətdən yaranıbdır. Bayaq izah elədim. Luku biz sildik. Luku sildik. Qaldı nə? Susuz. Susuz nədir? Sifətdir. Hansı nitq hissədən yaranıbdır? Sifətdən yaranıbdır. Bunu tapmaq üçün yenə deyirəm, nə edirik? Son leksik şəkli üçün silirik, sonra baxırıq. Bura kimi hansı nitq hissədir? Deməli, onun yarandığı nitq hissə, bax bu hissəyə görə deyirik ki, burada deyirik sifətdən yaranıb, burada deyirik isimdən yaranıb. Əkinçi sözü isimdən yaranıb, susuzluqdan sözü isə sifətdən yaranıb. Bax, bunu son leksik şəkli üçün silməklə nə edirik? Tapırıq. Bunu da dedik. Qaldı sadə düzəltmə mürəkkəb sözləri. Bu hissəni də tez izah edeyim. Sadə söz. Bunu yəqin ki, hər biriniz bilirsiniz. Sözün quruluşca 3 növü var. 3 növü. Sadə, düzəltmə. Bir də sadə düzəltmə, bir də mürəkkəb. Sadə sözlər kök, bir kökdən ibarət ola bilər. Bir də qrammatik şəkilçi. Kök və qrammatik şəkilçidən ibarət ola bilər. Sadə sözlər bir kökdən ibarət ola bilər. Bir də qrammatik şəkilçidən. Kitab sadə sözdür, kitablar da sadə sözdür. Dəftər sadə sözdür, dəftərdən də sadə sözdür. Kök və qrammatik şəkilçidən ibarət, yalnız kökdən ibarət ola bilər və yaxud da həm kök, həm də qrammatik şəkilçidən də ibarət ola bilər. Bu cür sözləri biz götürürük sadə sözlər. Bunu dedik. Yaxşı, düzəltmə sözlər necə sözlərdir? Düzəltmə sözlər kök və leksik. Kök və leksik şəkilçilərdən. Leksik şəkilçilərin köməyi ilə yaranır. Kök və leksik şəkilçilərdən əmələ gəlir. Yəni, leksik şəkilçilərin köməyi ilə yaranan sözlərdir, düzəltmə sözlərdir. Məsəl üçün, bayaq əkinçi sözünü dedik, düzəltmə, susuzluqdan sözünü dedik, düzəltmə sözlərdir bunlar da. Sonra üzümçü sözüdür, düzəltmə sözdür. Yəni, belə yağlı, duzlu, yəni belə deyək də, biz nitq hissələri keçdikcə, həm o leksik şəkilçiləri keçəcəyik, nitq hissələri keçdikcə, həm də düzəltmə sözlərin, çoxlu düzəltmə sözlərin o şəkilçilər vasitəsilə yaranmasını da görəcəksiniz. Düzəltmə sözlər kök və leksik şəkilçilərdən ibarət olur. Bir sözün tərkibində bir leksik şəkilçi olmaq sözü də yoxdur. Yəni, bir sözün tərkibində bir neçə leksik şəkilçi qoşula bilər. Bax, bu da ola bilər. İndi keçdik, əsas burada biraz geniş izah olan mürəkkəb sözlərdir. Mürəkkəb sözlər, deməli, 2 və daha artıq sözün birləşməsinə əmələ gələn sözlər mürəkkəb sözlərdir. Mürəkkəb sözlər. 2 və daha artıq sözün birləşməsinə əmələ gələn sözlər mürəkkəb sözlərdir. Məsəl üçün, bir balıq, bir də qulaq. Birləşdirdik, nə oldu? Balıq, qulağı. Balıq, qulağı. Mürəkkəb sözlər 2 və daha artıq sözün birləşməsinə əmələ gəlir. Mürəkkəb sözlərdə, bəzən də mürəkkəb sözlərin tərkibində leksik şəkilçilər işlənə bilər. Amma bu ona əsas vermir ki, mürəkkəb sözün tərkibində leksik şəkilçi var, deməli mürəkkəb söz olur, düzəltmə söz. Belə anlayış yoxdur. Yəni, mürəkkəb sözün tərkibində leksik şəkilçi işlənsə də belə, o yenə də necə söz götürülür? Mürəkkəb söz olaraq da qalır. Yəni, bunu da yadınızdan çıxartmayın. Məsəl üçün, yenə də mürəkkəb olaraq qalır. Xoşbəxt sözünü götürək. Xoşbəxt. Xoşbəxt sözünü yazdıq. İndi xoşbəxt sözünə lıq şəkilsini əlavə edək. Olacaq xoşbəxtlik. İndi xoşbəxtlik sözü biz burada leksik şəkilçi var deyəni biz onu düzəltmə söz götürməyəcəyik ki, yenə də mürəkkəb olaraq qalır. Yəni, mürəkkəb sözlərə leksik şəkilçi qoşulsa da nə olur? Mürəkkəb olaraq
qalır. İndi mürəkkəb sözlərin müəllimləri yaranma yolları var. Mürəkkəb sözlərin yazılışında deməli necə yazıla bilər mürəkkəb sözlər? Bitişik yazıla bilər mürəkkəb sözlər, defisdə yazıla bilər mürəkkəb sözlər, bir də ayrı yazılan mürəkkəb sözlər də var. İndi deməli həm bitişik, həm defisdə, həm də ayrı yazıla bilər mürəkkəb sözlər. Mürəkkəb sözlərin yazılışında defisdə yazılanlardan, yəni tire yox, defis işarəsidir. O da belə deyək də, durğu işarəsi kimi götürülmür. Sonra mürəkkəb sözlərin yaranma yolları müxtəlifdir. Məsəl üçün, birinci olaraq əks mənalı sözlərin vasitəsilə yaranan mürəkkəb sözlər ola bilər. Əks mənalı antonim sözləri. Məsəl üçün, yer, göy, dərə, təpə, əks mənalı. Sonra ikinci olaraq yaxın mənalı. Yaxın mənalı sözlərin köməyi ilə yarana bilər mürəkkəb sözlər. Məsəl üçün, bacı, qardaş, yaxın mənalı, dəftər, kitab. Çoxlu yaxın mənalı sözlər deyə bilərik. Ailə, məişət, sonra yorğan, döşək, yaxın mənalı. Sonra eyni sözün təkrarı ilə, səhər-səhər, tez-tez, yavaş-yavaş, az-az, eyni sözün təkrarı ilə yaranan yaxın mənalı, eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər var. Sonra biri və ya hər ikisi ayrıqda işlənə bilməyən, biri və ya hər ikisi. Biri və ya hər ikisi ayrıqda işlənə bilməyən. Məsəl üçün, kağız, kuğuz. Kağız, bir də kuğuz. Baxın, kağız sözü məna verir, amma kuğuz sözü heç bir məna vermir. Bu cür sözlərdə, bunlar da mürəkkəb sözlər hesab olunur. Və yaxud da kələ, kötür, dizin, bax. Dizin hər ikisi ayrıqda işlənə bilmir, məna vermir. Kağızda biri verir, biri vermir. Yəni, bu cür sözlər də nə olur? Mürəkkəb sözlər hesab olunur. Sonra mürəkkəb sözlər indi nitq hissələri keçən zamanda onların işlənməsinə görə də fərqli mürəkkəb sözlərin yaranma yolları var. Məsəl üçün, qeyri sözün köməyi ilə əmələ gələn mürəkkəb sözlər, məsəl üçün, qeyri-adi, qeyri-mümkün, qeyri-dəqiq, qeyri sözün köməyi ilə yaranan mürəkkəb sözlər var. Sonra indi o digər yaranma yolları yenə deyirəm, nitq hissələri keçən zaman hər nitq hissəyə özünə məxsus mürəkkəb sözlərin yaranma yolları var. Bax, onlara görə belə səslə də olsa nümunə deyirəm. Bax, baha, baha bitişdiricilərin köməyi ilə yaranan mürəkkəb sözlər var. Yan, bayan, qaça-qaç, vur-ha-vur, gəl-ha-gəl. Bax, bunlar da mürəkkəb sözlərdir. Belə səslə deyirəm. Yadınızda saxlayın. Sonra mürəkkəb sözlərdə məsəl üçün əks, eks, vitse, ober, elmi, kontr sözlərin hissəcikləri vasitəsilə, sözlərin vasitəsilə, özü də onlar defisdən yazılan mürəkkəb sözlərdir. Əks, eks, vitse, ober, elmi, kontr sözlərin köməyi ilə, məsəl üçün, küllü sözlərin köməyi ilə, əks, inqilab, vitse-prezident, ober-leytenant, bax, bu cür mürəkkəb sözlərində yaranma yolları var. Sonra sifət, adı nə idi? Fiildə mürəkkəb sözlərin yaranmasında et, ol, bil sözlərin köməyi ilə ayrı yazılan mürəkkəb sözlər var. Kömək etmək, oxuya bilmək. Bax, indi biz o digər yaranma yollarını hər nitq hissələri keçdikcə onları da öyrənəcəyik. Bax, bu cür mürəkkəb sözlərin yaranma yolları var. Yəni, çoxdur mürəkkəb sözlərin müxtəlif yaranma yolları var. Bir neçəsini burada qeyd elədik.
Bu belə, deməli biz tam axıra kimi dərsin izahını qurtardıq. Növbəti dərsimiz inşallah isim nitqsələrə keçəcəyik. İsim mövzusu olacaq. Hələlik müəllimlər bu qədər. Deyəcək bunu sündürək.